Naxçıvan Dövlət Universiteti üçün çox vacib və əhəmiyyətli olan bir müqavilə imza atdıq. Bu müqavilə Çin Xalq Respublikasının Urumçi vilayətində yerləşən Urumçi Peşə Universiteti ilə olan müqavilədir və bu müqavilə Peşə Universiteti ilə bağlanmasının Naxçıvan Dövlət Universitetinin xüsusi əhəmiyyəti var. Bilirsiniz ki, bir sıra ali məktəblər kimi Naxçıvan Dövlət Universitetində də peşə yönümlü təhsilin inkişafı üçün strateji hədəflərimiz var. Bu baxımdan müqavilə imzaladığımız universitet bu sahədə, peşə təhsili sahəsində dünyanın ən nüfuzlu universitetlərindən biridir. Bu müqavilənin imzalanması gördüyünüz kimi onlayn həyata keçirildi. Biz bu il aprel ayında Çin səfərimizdə Çinin qabaqcıl 4 universiteti ilə əməkdaşlıq görüşü keçirmişdik. Bunların bir neçəsi ilə yerində müqavilələr imzalanmışdı. Digər universitetlər isə müəyyən vaxt müzakirələrindən sonra bugünkü əməkdaşlıq müqaviləsinə hazırlaşmışdılar və çox təşəkkür edirik ki, Çinin də yerləşən bu Peşə Universitetinin qısa vaxtda bizə dönüş elədilər. Onların təklifi ilə bugün biz Naxçıvan Dövlət Universiteti və Urumçi Peşə Universiteti arasında geniş əməkdaşlıq protokoluna imza atdıq və bu əməkdaşlıq protokolu bilirsiniz ki, Urumçi və Naxçıvan qardaşlaşmış şəhər elan olunandan sonra rəsmi şəkildə həyata keçirilən ən mühüm ciddi əməkdaşlıq əlaqələrindən biridir. Məhz Urumçinin seçilməsi də bu baxımdan heç təsadüfi olmamışdır. Və Peşə Universiteti ilə bizim aramızda olan müqaviləyə əsasən Naxçıvan Dövlət Universiteti, Urumçi Peşə Universiteti ilə turizm, logistika, incəsənət, tibb və jurnalistika sahəsində əməkdaşlıq edəcək. Bu əməkdaşlıq Peşə Universitetinin fəaliyyət dairəsinə məxsus olan bütün sahələri əhatə eləyəcək. Yəni ki, həm bakalavr hazırlığı, həm magistratura hazırlığı, həm doktorantların hazırlığı, həm də müəllimlərimizin ixtisas artırma kurslarına cəlb olunması, yay məktəblərində təlimlərin keçirilməsi akademik heyət üçün və tələbə heyəti üçün, eyni zamanda tələbə və müəllim mübadiləsi məsələləri bu əməkdaşlıq protokoluna daxildir.